Assalamu alaikum ve rahmetullahi ve berekatuhu. Qadirlik Facebook'taki dünyanın qaysı çaylık qeyrindaşlarım. Həmmanlarınki muşu vaxtı və bugününki vaxt xeyirlik bolsun. Mən dostumla Abdülaziz Beştoğraq'dan, İstanbul'dan salam. Biz jenim qeyrindaşlar muşu Tedbiriyay Sin derisimizde bu merhum alim Devlet Erbabi Ali İzzet Bigoviç şununki Şerq bilen Garip arlıqıda İslam degan eseri Uyghur Tercüme Merkezi tarafından neşr kılıngan Adil Er Uyghur qeyrindaşımız tercüme kılgan kitap. Şu kitapның 20 tügüdü canım dostlar. Konnichiwa Masaki Sensei ima İslam'ın hon o yönde imas. Əxlaq ve din degan 4-cü babdaki əxlaq ve din degan məzmunğa kelgan toq. Yani bir qancha məzmun var, şu məzmun tügəndən keyin biz resmi üzümüz arzuq kelgan 5-ci bab kültür ve tarix degan babımızga ütvalımız canım qeyrindaşlar. Anda olsa 180-ci bab əxlaq ve din degan məzmunu görümüz Şərq bilen Garip aralığında İslam Tedbiriyay Sin derslerinin 15-cisiyle. Demek ki əxlaq davamlıq dinği tayinidir. Ama əxlaq ve din oxşaş nərsə emas. Prensip cəhətdə əxlaq dinsiz mevcut bulmaydı. Əxlaq tədbiq və şəxsi qılıq sübütüdə bir vasitə dindarlıqqa bağlıq emas. Ulanı bir-biriga çetişlik qılğan nəsə bunu ortaq delildir. Alayda başqa bir dünya, başqa degan təbir boyunca bu dünya dini bolsa, alayda degan bir təbir boyunca əxlaqdır. Bu münasibet din bilen əxlaq arasında hem özara beqindilik hem de müstakillik sebebidir. Avtomatik, matematiklik, objektif, kanuniyetlik bolmagan əmli bir içki birdeklik mevcut. Bu yerde bazı eğişler görülüşü mümkün. Bırak birdeklik ve maslık hamam bir günü tekrar meydana kilidi. Ateizm çoxum bir gün əxlaqını inkar qılıdı. Yeni bir tərəfdə bolsa əxlaqi uyğunuş dini islahat bilen başlanıdı. Əxlaq arzu istekler ve yürüş-türüş qaidelerine aylandırılgan dindir. Mındaq qılıb etsaq, o insanın işidin xalab qılğan hərəkətiga yoki Allah'ın barlığı haqiqatiga mas halda başka insanlığa tutkan pozisiyasıdır. Çünkü vazifemnin bütkül kıyınçılık ve xeyim xətərlərə qaramasdan orundaş tələb qılınsa, bununla mənfəətlə çıxış qılğan hərəkətdən fərqli qalda əxlaq deyimiz. Bundaq bir tələb ve istek fəqət bu dünyanı ve bu hayatını yalğız birlə dünya ve birlə hayat kömügən əhval astıda andın yolluq görüşüşü mümkün. Mana şu husus əxlaq və dinin ortak hərəkət noktasını təşkil qılıdı. Əxlaq çəklimələrdən barlıq kelgan bulub, günümüzgəcə çəklimi peti davamlaşıb gəldi. Çəklimə həm mahiyeti, həm də mənbəsi noktasıdan dinidir. Allah'ın 10 buyruğundan 8'i çəklimidir. Əxlaq daim insan təbiətinin hayvani tuyğularına qarşı düzülgən çekleş ve men'i kılış prensibidir. Bununla Hristiyan əxlaqı, elbette bu dinle emas, roşen misal bulalaydı. Kadimi dinlerinin tarihi, bizge nispeten mənisi bilinadigan, türlük çeklimelerine münasibetlik misalla bilen tolgan. Şunisi iniq ki, əxlaq noktasının mənisiz çeklimi mevcut emas, elbette bir çekliminin əslidəki gayesi bulmaydı. Elbette bir çekliminin aqlga muvafiq tərəfləri var.
Biroq foydali bo'lish hech qachon cheklimining aslidagi g'oyasi bo'lmaydi. Shunlashqa axloq stoachilarning davomli ta'riflaganiga o'xshash tabiat bilan garmonik munosabatdagi hayot emas. Agar tabiatni haqiqiy ma'no sifatida ko'rganimizda, axloqning tabiatga qarshi hayot ekanligini aytadigan bo'lardik. Axloqmi insonga o'xshash aqldan mustasno, g'ayri tabiiy va tabiat ustidir. Tabiiy inson va tabiiy axloq mavjud emas. Tabiatning chegaralari ichida bo'lgan inson insonlikdan chiqadi. Navoda bo'lib qolgan taqdirda aql bilan qurollangan hayvondir xolos. Tabiatning chegaralari ichidagi axloqmi axloq emas, balki shaxsiyatchilikdir. Tabiatdagi axloq shaxsiyatchilikning aqliy va ro'shan shaklidir. Darwinchi hayot qarashida axloq nuqtasidan eng yaxshi bo'lganlar emas, eng kuchlik, tabiatga eng yaxshi moslashganlar g'olib keladi. Biologik ilgirlash insoniy shon-sharafga va inson shon-sharafi agar axloqning manbalaridan hisoblangan taqdirda axloqqa apolmaydi. Darwinchi inson biologik taraqqiyotning eng yuqori pallasiga erisha olishi mumkin. Ustun odam bo'la olishi mumkin. Biroq inson sifati ve alayligidan, hatta insan şan şerifinden mahrum kalıdır. Çünkü bu kıymetlerini insana fakatla Allah bireleydi. İctimai ilgileşme, biyologik ilgileşmenin halkı süpütüde ahlak bilen okşaş münasebeti buludu. İngiliz ahlak ilmi mutaxassisi Mandeville cemiyetin ilgilişi ve cemiyetin terakkiyatı için ahlakның qandaq ma'nisi bo'lsin deb so'raydi va buningga hech qandaq, hatto ziyonliq deb javob berdi. Mandevillening qarashicha, umuman gunoh deb ta'riflangan vositalar jamiyatning ilgirlishini eng kuchli shaklda tashabbus qiladi. Darvaqa, insonning taraqqiyotini eng oz tashabbus qiladigan xususlar ehtiyojlarini davomli ko'paytirib turg'uvchilardir. Yoki texmi aniq qilib aytganda, dunyoning axloqiy va tabiiy baloyi ofatları bizni ijtimoiy maxluq qilgan eng asosli yetakliguvchi kuchdir debdi bu Mr. Mandeville. Yerda tabiat kelimesining 51 xil ma'no ishlatilganligi ilgari surilgan. Bu asrimizda tabiat insonning o'zining sirtida jumla haqiqati bo'lib, insonning dunyoga tava sifati bilan ya'ni badaniy va arzu istakları tabiiy ehtiyojlari aqlini ko'rsatdi debdi. Bu Mandeville deganda jamiyat asoslari haqida tadqiqot. İngiliz mutafakkur Bukol axloq qoidalarining statik, o'zgarmas bo'lishdagi alayligidan harakat qilib, axloqning insoniyatning ilgirlashini asıltığanligini ilgari surgan edi. İlgirlash va harakat va o'zgarish deganlikdir. Axloq bo'lsa statikdir. Henry Thomas Bukol Angliyada madaniyatning tarixi degan kitobni yozib ekan. Bu orqali rezillik dunyoning taraqqiyotini harakatlantirgan kuchning namoyon bo'lgan shaklidir degan. Hegelning qarashini selishtirib beqing debdi ustoz Aliza Pigovich. Dastlab biologik sohada, orqadan texnika sohasida vujudga chiqqan barliq ilgirlash faoliyatlari mavjudligini tabiiy shallanish, acizlarning kuchliklardan tarafidan yetim qoldirishidan, hatto butunlay yo'q qilinishini namoyon qiladigan bo'lsa, undaqda axloq ilgirlashning kafolatiga ega qiladigan bu asosiy nuqtalarga qarshi chiqish shartdir. Axloq har vaqt acizlarning himoya qilinish, marhamatni, hurmatni boshqacha qilib aytganda, acizlarning va qobiliyati oz bo'lganlarning bu dunyoda mavjudligining davomlashishini tashabbus qiladi. Bu noktada axloq ve tabiat birbiriga jang e'lon qiladi. Bu reallik her vaqt mushundaq bo'lib kelgan. Vicdandan, merhametdan, kechirimdan insonlarning bu ro'y zulmlardan qutuning. Acizlarni davomli besim ostida tuting. Jasadlar ustidan yuqoriga yamishing. Bu Nietzschening gapi ekan. Bu yerda axloqiy jang e'lon qilingan. Acizlarni yo'q qiling ve acizlarni himoya qiling birbiriga zid tamamen iki istek ve taleptir.
Biologiya bilan ma'naviy, zoologiya bilan insoniy, tabiat bilan kültür, fen bilan din dal bu noktada ayrıldı. Biyologik kanunlarni insanlar cemiyetiga nihayet ustunlik bilan tatbiqlayolgan ve ahirgacha bu qarashni ching turib qo'g'dab keladigan birdan-bir mutafakkur Netsi idi. Eğer Netsi'nin felsefesi Darwinizmning felsefesi davomı bo'lsa, o vaqtida Hitler ve onun nasyonalizmi her iki idinin siyasi to'g'indisidir debdi. Xulasa, sevgi ve kechirimning butunlay inkar ve red qilinishi, zulm ve nefretning yo'lluq qilinishi, Nietzsche'ga nisbeten Hristiyanlık ve Hristiyan ahlakı yükselivatkan insaniyetinin kuvvetli vücuduga her qandaq devrede selingan zehirlerinin en iyisidir deptiken bula. Platon hakiki ahlak düşüncesini mantıklı kaldı izahlagan. Adetteki kahramanlık korkunçaklıktan başka bir neresi emas, halas. Adetteki mevcutluq ve soğukkallık fakat lezzet içinde yaşaş üçün yuşurun arzudan ibaret. Bu koldaki pezilet fakat soğudu karakterini aldığan bulup, peziletinin siyasi kullarının peziletidir. Hakiki ahlaklık kişinin bir arzusu bulup bedenden uzak durup manevilikə yakın buluştur. Beden ruhunun mazırıdır. Ruh bu dünyada qat'i nişanı yitilmeydi. Hakiki marifet fakat ölümden keyin vücutga çıkıdı. Şuna hakiki ahlaklı kişi qat'i ölümden korkmaydı. Felsefe bilen band buluş ve hakiki ma'nada yaşaş ölümge tayyorlanish deganlikdir. Rezillik dunyoga hukmron quvvatdir. Ahlak bo'lsa insonning tabiiy imkoniyati emas, o aql ustiga qurilmaydi. Debdi büyük İslam alimi İbn Rushd bu mesele üstüde alay to'xtalgan edi. Alamshumul dinning asosiy mazmunining ahlak ekanligi hamma tarafidan ilgari surilmoqda debdi. Ahlak to'g'riligini isbot qila oladigan aqliy dalilga erisholmagan. Elbette bununla imkoniyatmi yo'q. Platon antropologiyalik, yani insan şunaslık delillerini işletişinin o'rniga metafiziklik delillerden medet kütüşke mecbur bo'lgan bo'lib, ahirgi hisobda teologiyalik, yani ilahiyat asasga tayangan ahlakning boshlamchisi bo'lib qolgan edi. Bu muqarrar shundoq bo'ladi. Hammaga ayonki, Platon o'zidan ilgiriki mavjudotlar ustida to'xtaladi. Buningcha bo'lganda har qanday bilim xotirlanishdan iborat xolos. Bu ve bunun o'xshash aqida ve ideyanın tuluqlaydigan qismi yoki zürür şarti ölümsüzlükке işiniştir. Platonning ahlak haqidagi tafakkuri uni bevosita din merkezlik tafakkur qilishga turtki bo'lgan edi. Bu yo'nalishdagi tafakkur qadimiy davrdan boshqa ikki buyuk ahlakşunasi Epiktet ve Seneca'ni muayyan bir dinga, Hristiyanlıkka yüzlendirgan. Epiktetning yoshurun Hristiyan bo'lganligiga dair qoyil qilarlik dalillar mavjud. Seneca'ning bo'lsa Aziz Paul bilan xat yozishganligi bilinmoqda. Bu yerdeki Pierre Abelard yani 11. 12. əsr Platon'ni Hristiyan deb o'ylab qolgan debdi. Hristiyanlık yüksek din, yani religion bilen yüksek ahlak arasında mükemmel garmonik münasebet. Küçlük revişte ve küçlük birlik barlığını körüsüdüğün misallar bilen tolgan. Tamamen Hristiyanlıktan ilham ağan marifet uygunish devletiki sen'atlar bununla misal bulalaydı. Tarihi noktada nazar silinganda ahlak düşüncesi en kadimi bo'lgan insan düşüncelerinden biri süptide oturgu çıkıdı. Bunundan ilgilikiler yalğız ilah hakkındaki düşünceler bulup, o mu insanga o'xshashla kadimi hesaplanıdı. Bu iki düşünce kadimden günümüzgacha bir-biriga en küçük şekilde bağlanıp kelgan. Tarixda asasen dügüdek dingi bo'lgan qarashini ya ahlak prensipini barpo qilishda dinni kam bo'lsa bo'lmaydigan qoyil qilarlik darajada isbotlab bergan. Yoki bunun ta'tirisini isbotlab beradigan birer ahlakşunas o'tgan emas. Ahlak tarihi dini ve ahlakı düşünceler bir-biriga yiralishib ketgan vaqa
hadise ve hikayelerden teşkil tapkan. Mezkur mesele hakkında istatistikini delil süpütüde kubul kılmagan takdirdi mu? Dinler ahlak şunaslarının tesirinin inten küçüklükini, dinsizlerinin bolsa asasen dügülek tesirinin yokluğunu asalla körü bağlı boludu. Fransa, İngiliz, Amerika, Germaniya ve İtalya'da 19. ve 20. əsrlərdə layık, yani dinin hali ve ahlakның dindin müstakil işgərlikini təşəbbüs qılğan qaraşlarını küçəb təkidləyən əxlaqi hərəkətlər Anglo-Saxon dünyasında Societies for Ethical Culture, Ethical Societies, Settlements, yani hareketler əxlaq sahəsində hər bir təfəkkür yoki fəaliyyətin təbii halda din tüsüge kirişke yoki dinga yıkılışqa yüzləngeldikini körüsüp bəgən idi. Fransiyada din dərsləri onuğa atanmış əxlaq dərsləri dəstilgən, dövlət məktəblərində dərslik kitaplar, Hristiyan məktəblərində oxutulduğan dini kitaplara asasen tüzülgən. Kitabımızda bu qaraşların tərəqqiyatını, zıtlıqı tolğan yönəlişini, din bilen pen arasında körülgen arısaldılıqını düşündürüp ötüşke vaktimiz yok. Ehval müşündaq boğandın sert, dinge karşı müstakillik orunu saklap qeliş üçün can cəhli bilen urunup bekişleri, ahırda bilip bilmey, yeni dinge yakınlaşqanlıqları körülüdü. Bu iki xil ehval üstüde toxtulup atkan tim üçün tolumu mənilik misal bulalaydı. Yuqurki qaraş boyucu boğanda səmimi dindar kişi, əxlaqsız kişi. Əksi bolsa səmimi bir əxlaq sahibi, dinsiz biri süpütüdə köz aldığımız kişidir. Din, biliş ve təsdiqlaşına ibarət bolsa, əxlaq bu biliş bilen birdəklik işidir boğan tədbiq hayat digərlikdir. Her yerde körülgünlük oxşaş, biliş ve tədbiq arasında ayrılış ve maslışanmazlık körülüşü mümkün. Din, qandaq təfəkkür qilish ve qandaq işiniş, əxlaq bolsa, nemi gözülünüş mail buluş, qandaq yaşaş, qandaq hareket qilish degan suallarga cevap verir. O, dünya hakkındaki uçur ve haber her daim çonqur ve ebedi bolğan bu düşünce bilen birdəklik içili yaşaş talebini öz içine alır. Bırak bu talep mezkur düşüncenin öz emas. Hazreti İsa'nın əxlaqı oxşaş, yüksek bir əxlaq güçlük dini anının bir vasıta neticesidir. Bırak, çirkav təftiş məhkəməsinin dini zatlıq içi də körüngəndə qılsımı intayın səmimi idi. İman eğitim ve yaxşı əməllərini qılın degan ayet dəl insanların tədbiqiga bir-birindən ayrılmaqçı bolğan nəslərinin birlikte buluşunun zürriyetini təkidləydi. Məzkur ayet din, iman eğitim bilen əxlaqını, yaxşı əməllərini qılın, ayrış bilen birge bularının birlikte buluşunu talep kılıdı. Bırak, Kur'an-ı Kerim meseleki tertürüsüdür bu qaraş arqılıq dininin əxlaqı küçlük şekilde qollaşqı erişidiğalıqıga ve tizde umumlaşıdiğalıqı işaret kılıdı. Yaxşı görgən nərsələrin vardır, sədiqi bərməyi durup iman etmən bolmaysın. Yani iman qılkəsən yaxşı insan bulalayız demeydi. Dələksicə yaxşı insan bulun, iman etmən bulursan deməkçi. Qandaq iman qılkilimin, imanını qandaq qılıb güçləndirmən degan sualının cevabı mundaq. Yaxşılıq qığın, Allah'ını təfəkkür yolu bilen tepiştin bəklək, yaxşılıq qilish arqaq tepiş, texmo asan. Dəbdə o qadirli qarindaşlar. Mənim də ammivi mənbət və əxlaq degan bunu məzmunumu birlikte ügünvetimiz canım dostlarım. Yani 186. betki geldik. Ammi menfaat ve ahlak.
Ali İzzet Bigovich'nin Şerh bilen Garip adlı İslam 15. tedbir yayısın dersimizde ahlak ve din degan mezmundan keyin amniy menfaat ve ahlak degan mezmunga ötüp ketdik canım dostlar. Ahlakni inkar qilishning yana bir shakli bor bo'lib, u bo'lsa-mu aqliy inkardır. Bu xoldagi inkar vaziyat ve menfaat zidligining tugutilishi, ahlakdan foydali narsaning amalga oshish uchun foydalanish bilan bo'ladi. Mundaq qilib aytganda ahlakning mustaqil o'rnining bir taraf qilinishi bilan vujudga chiqadi. Aristotel'dan Russellgacha bo'lgan barliq ahlak tarixi bo'yicha ko'rilgan bu yuzlanish ve mayillikni G'arbning eng büyük tunji materialist yazgıçlardan bo'lgan Dietrich von Holbach eng ochiq shaklda izohlagan. İnsan hareketlerinin birden-bir hareketlendiruvchi kuchi menfaatdir degan mashhur so'zni o'ttirib qo'ygandan keyin bizga mono sixmni taqdim qildi. İnsanların obyektiv narsalar haqida hosil bo'lgan his tuyg'ularining ba'zilari go'zal bo'lsa, yana ba'zilari achchiqdir. Ba'zilarini qabul qilib davom qilishni yoki takrorlanishini orzu qiladi. Qolganlari bo'lsa qabul qilmay, amal bor, ulardan uzoq turishga tirishdi. Bunday qilib aytganda, his tuyg'ularining ba'zilarini va ularga sabab bo'lgan narsalarni suydi. Ba'zilaridan va ularga sabab bo'lgan narsalardan nafratlandi. İnsan jamiyat yashaydigan bo'lganlikdan o'ziga o'xshash va o'zidek saygak kishilar bilan aralashib o'tadi. Ularning hammasi xushal bo'lishni, azob uqubatdan uzoq turishni xohlaydi. Xushal bo'lishiga turtki bo'lgan har qanday narsani yaxshi, qayg'uga sabab bo'lgan har narsani razil, nachar deyishidi. Davomliq manfaat elib keladigan har qanday narsani fazilat, o'zgalarning xarakterida bo'lgan, shundaqla o'zlariga ziyon beradigan hamma narsani nachar deb sifatlaydi. Holbach'ning qarashicha, vicdan ish hareketlerimizin etrafımızdakiler ve özümüzge ta'sir ko'rsatganligini o'ylashdan kelib chiqqan tuyg'udir. Vicdan azobi bo'lsa, ish hareketlerimizning muhitimizdagi intiqom ve nefretni özümüzge qarshi hareketlendirishni o'ylab bilishdan kelib chiqqan qo'rqish tuyg'usidir. Holbach. Yani vicdan ish hareketlerimizin etrafındakiler ve özümüzge ta'sir ko'rsatgan o'ylashdan kelib chiqqan tuyg'udir. Vicdan azabı olsa, iş hareketlerimizden muhitimizdeki intikam ve nefretini özümüzge karşı hareketlendirişini oylu belişten kelip çıkan korkuş duygusudur. Menfaatçilik ahlakın ideoloji hesaplandığı. Jimmy Bednammo bu hususta karşılarını mundak bayan kıldı. İnsaniyet tabiat tarafından iki hükümdarlarının hakimiyetki tapşırılgan azap ve lezzet bizden qanday qildiganligimizni ular belgilaydi. Jimmy Bednam Ahlak ve Kanun Tuzuş Prinsipi degan kitaplarda e'lib qadrli qarindoshlar. Helvetius'ning qarashicha, inson muayyan bir şekilde hareket qilish orqali xushal bo'lganligiga yoki azobini yengillatadiganligiga qanoat hosil qilmasa, pasif hareket qiladi yoki hech kim hech nima qilmaydi. Suv yuqoriga qarab oqmag'inga o'xshash. İnsanmo bu qonuniyatga qarshi harakat qilolmaydi. Bu noktadan qaraganda ahlak faqat shaxsiyatchilikdan, shaxsning eng gavdalik manfaatidan boshqa bir narsa emas. Albatta, lezzet istekining ahlak istekiga aylantirilishi uchun aqldan medet tilensi bo'ladi. İnsanning idrak qobiliyati ve aslimisi bununla faqat hozirgi holatini emas, o'tmish ve kelgusini ko'rish ve hareketlerinde yalğız hozirgi manfaatini emas, umumiy saodatini nazarda tutish imkoniyatini yaratib beradi. Bunun türküsüde insan azap ve lezzet hislerini, yani biyologik, zoologilik, yani Darwinci reallıklarını yaxşılık ve yamanlık hükümleri üstüne terakki kıldırdı. Bundan bo'lganda yaxşılık ve yamanlık bir akıl
bir düşünce, bir mudda üçün hasıl bolğan lezzet ve azaptın aqlda meditlensi puludu. İnsanın idrak qabiliyyəti əsləməsi onunğa faqat hazırki halını emas, ötmüş və kelgüsünü görüş və hərəkətlərdə yalğız hazırki mənfəətini emas, umumi misalını nəzərdə tutuş imkanını yaratıb durdu. Bunun türküsüdə insan azap və ləzzət hesablarını, yəni biologik, zoologik, Darwinçi reallıqlarını, yaxşılıq və yamanlıq hükümləri sübutida tərəqqi qıldırdı. Bundaq bolğanda yaxşılıq bilan yamanlıq bir aql, bir düşünce ve bir mudda üçün hasıl bolğan lezzet ve azaptın başka bir narsa emas. Menfaatçilik əxlaqı tamamen təbiət ve dünyavi daire içinde kalır. Ve hiç qaçan hakiki mənada əxlaq sübutlu menfaatinin çək-çigiralarının sırtığa çıkıp ketilmeydi. Yukarıda kayıt kılınған materialistler qaraşla insanların əxlaq haqqında erişkən asasen dügülək barlıq təcrübələrə ziddir. İnsanlar köpünçə təqvalıq, boytaqlıq, maddi fidakarlıqlar, roz tutuş, fidakarlıq, hər türlük intizam, prinsip və başqalarının mənfəətini her türlü intizam prensibi başkalarının menfaatini bedeliğe kılıngan fidakarlık, katarlık, tabiiyetinin insana yakınlık kemmeydiğen neslerini əxlaq deb sübətli olur. Menfaatçilik ve əxlaqi medeni insanın əxlaq düşüncesiga qanda qarşı çıksa, iftidai insanın əxlaq düşüncesiga mı şundaq qarşı çıkıdı. Bulup mu iftidai insan bir qatar çeklime, mebut, merhumluk, mesuliyet barlıq kelgen. Bularning paydasız işkenligi qanchalik aniq bo'lgan bo'lsa, paydalıq ve aqlga muvofiq tarif mo shunchalik yepiq. Əxlaq klassik mənada paydalıq emas. Aldı bilen ayollar ve balalar yoki aldı bilen yaralarlar ve yaşanğanlar qoidasini ictimai nuqtadan paydalıq degili bo'lamdi. Naqchilik yoki yolg'on paydalıq bo'ladigan ahvollarni tasavvur qilish uncha tez emas. Masalan, dini, siyosiy, irqiy va milliy keng qursaqlik kelimenin normal ma'nisini noqtasidan faqatla paydalıq emas. İhtimal qarşı chiquvchilarga keng qursaq qilish hech qachon manfaatning taqozosi bo'yicha bo'lmay, prinsipning taqozosi bo'yicha insonni nazarga olib, ya'ni g'oyasiz maqsadga muvofiq sababdan bo'lgan bo'lishi mumkin. Yaşanğanlar bilan ojizlarning himoya qilinishi yoki qardan chiqqanlar bilan saqayishi mumkin bo'lmagan kasallarning halidan xabar elish qat'iy paydalıq işlardan hesaplanıdı. Paydalıq işlardan hesaplanmaydı. Əxlaq paydalıq ölçümü boyunca ölçülmeydi. Əxlaqi hərəkət bəzilərdə paydalıq buluşu mümkün. Biroq bir hərəkət yoki qiliqning əxlaqa muvofiq holda ko'rsatilishini inson amaliyatining ma'lum bir vaqtda paydalıq bulup çıkışıga asasen izohlig'i bo'lmaydi. Arasida nihoyat az ve tasodifiy birdeklik bo'ladi. Durustlik bilan manfaatning eng mavjud bo'lib turganligiga, durustlikning eng yaxshi siyosat ekanligiga doir ulug'vor aqidaning intayin umidvar siyaset ekanligiga doir umidvar xalqning intayin go'daklarcha, hatto reallik ekanligi dalillandi. İnsanlar izchil bunun aksidan qanoat hosil qilib, yolg'on qolganlikdan bu aqidaga gumon bilan qaralmoqda. İnsanlarni bu xildagi manfaatchi qarashlarning hukmronligidan qutqizish kerak. Haqiqiy ma'nodagi durust inson fidokorlikqa chin dilidan ishonadigan
və zürrü təpəqanda mənfəətini bir çətkə qayırıb qoyub prinsipi iş görüdüğən kişidir. Fəzilət maddi payda elib gələn boz idi, məkkar qabillə fəzilət timsali buluş üçün cinini bərgən boladı. Bırak həmimizə yanki bundaq iş görülüb baxmağın. Bunun bir izahat bir qadarlıq qırındaşlar. Bir yerdeki bundaq iş görülüb baxmağın deyin. Bu ahval xalqның ig'izida hamma tərəfindən bilindiğən bunun ibarədə öz ifadəsi tapqan Rus və Sarang qırındaşdır. Əxlaqi məbbəçlikdən müstəsna halda vücudğa çıxqan əhvalda xalqның hikməti dünyanın heç qandaq bir yerdə pəskeşlikni kəskin rədd qıldı. Bu haqiqətən mənilik bir işdir. Cinayət tədqiqatçılarının təcrübələri həm ibrətlik hem de intayın açıqdır. Chicago saqçılar tərəfindən elan qılınğan bir dokladda 1951-ci il Chicago'da əngi elinğan oğurluq və öy bulançılığını sadır qılğanların 90%-i qanun torundan keçib getgan. Kifor ray sınaş nəticələrdən məlum buluşca Amerikada qanxorlar milyonlagan dollarını bulab xatircəm xərcləb yürüşdəkin. Cinayət sadır qilishqa ərziydi. Dəb hüküm qılğan. Cinayət mütəxəssisləri monolarını ilave qilishdi. Bo'lib mu? Cinayətni şəxsi sadır qılmağanlar bu yerdə cinayətdən təşkil halda qara cəmiyyət guruhi aldamcı guruhlara oxşaş təşkilatlar körüstürdü. Məlum bir Amerikalıq cinayət mütəxəssisi şunisi cəzimləşdi ki, bir adam öldürüş vəqəsi qancılıq mənfəət elib gəlsə, cinayət sadır qılğıcının qulluğa düşürülüb cəzalandırılışı üçün şunçilik az ihtimallıq var degan xulası kildi. Əmdilikdə bolsa qanunlarının himayəsi aslında sadır qılınğan sırıq film, sırıq ədəbiyyat, cinayət romanlarına oxşaş cinayətlərin kilidğan iqtisadi mənfəətlər doğrusunda nemumi deyənimiz. Bir sırıq filminin işleniş tənərixi normal filmin işleniş tənərixi sırışdırğanda 10 həsi əzəm kildi. Lakin iqtisadi kirim bolsa normal filmlərə sırışdırğanda 10 həsi köp. 1976-cı ildə Parisdə yapılan xalq qırayınaş nəticəsi görə. İnsanların köngülünü etişilədə cinayətçilərin paylanış kirmi intayın yaxşı bulunğan iş. Aristotel bu sözlərdə şəxsiyyətçilik üfqümünün muvafiq olmayan şəkildə normal insanların ən ilk mənasının sırtığa bunda çıxıb etqanda məzkur üfqümünü inkar qıldığan nəsiga, yəni şəxsiyyətçi bolmaslıqqa, pidakarlıq işə kengaytirilgan. Bala qutquzub elish üçün ot kuyuyatqan öyge kirgan birisinin şəxsiyyətçilik ilhamı yoki öz mənfəətini közləb hərəkət qildi deb qandaqmı etqili bolsun. Toğra xüsusi bir məndə etqili buluşu mümkün. Əgər vəzifə eninin təqəzzası bu içə yaxşılıq namağa hərəkət qilish hər kimnin, hətta özünü pida qılğan kişinin ən ali mənfəəti olub qalğan təqdirdə andin müşnaq buludu. Amma reallıqda uçurtub baxdınızmı? Bundaq bir alayda əhvalda pidakarlıq və mənfəət bir-biri bilan toqunuşmaydı. Biroq bu əhvalda adətdəki mənfəət emas, mutlaq mənadagi əxlaqi mənfəət aldınqı plana çıxıdı. Adətdəki mənfəət bilan əxlaqi mənfəətni ayırış üçün çəklik bolğan bu dünya bilan əbədi bolğan o dünyanı ayırış şərt. Fəqət o dünyanın mövcudluğu
şərti bilen pidakarlıqdan öz mənfəətini gözləb qılınğan hərəkət süpüsüdə buludu. Bu bulmay turub halqıb ötüşke mümkün bolmaydigan bir fasıl var. O bosumu hayat. Haqiqiy axloqning mənfəətə zid halda hərəkət qilishini qandaq bulishni qat'iy nazar shaxsiy mənfəətdən mustaqil hərəkət qilganlik buludu deb aytalaymiz. Lekin bu yerdə görünüşdə naiti çoğ oxşaşlıq bolsunmu maitida başqaça hadise yani ictimai hərəkət yatıdı. Bu yerdə insan hərəkətləndirген bevasitə şəxsi mənfəət emas, cəmiyyət mənfəətidir. Bırak şunu cəzimləşdirişimiz ki, cəmiyyət mənfəəti yenə şəxsi mənfəətə ziş bağlıq. Bu yerdə közdə tutulğunu vasitəlik şəxsi mənfəətdir. İctimai hərəkət ehtiyaclarının qamdılışı üçün elib verilgan hərəkətini göstərdi. Amma bu texmi keng dairəlik və cəmiyyət əsasında buludu. Cəmiyyət bütkül şəxsi mənfəətlərinin ifadəsi. Yani yığındısını təşkil tapıldı. Bu noktadan aytqanda şəxsi mənfəət texmi önümlük halda qamdılındı. Bu ahvalda cəmiyyət əzalarının zimməsiga yeni məsuliyyətlər düşüdü. Bu təbir əxlaqi vəzifələrini göz aldığımızda keltirildi. Şəxsi mənfəətini vücudqa çıxarışqa təyyar amillar əmdilikdə cəmiyyət vasitəsi bilən vəzifə və ictimai məsuliyyətlərdə sübutda ifadələnməkdə. Bunların bəzidə şəxsi mənfəət bilən oxşumas münasib olmayan akapidakarlıqның tələb qılınışı oxşaş. Bunların bəzidə şəxsi mənfəət bilən oxşumaslıq işidə bolğanlığı münasib olmayan pidakarlıqның tələb qılınışı oxşaş. Hətta cəmiyyət arzularının, arzu istəklərinin əksi bulduğanlığı şəxsnin o vaxt tələb qılınış oxşaş. Hətta cəmiyyət əzalarının arzu istəklərinin əksicə bulduğanlığı şəxsinin o vaxtlıca mənfəət üçün əməs müqəddəs nəsi yüksək prinsip bədəlik hristiyanlıq göstərgənliyi dair təsəvvürlər qılınır. Yani qadirli qarindaşlar, Umumən qılıb etqanda cəmiyyət şəxsi mənfəətlərinin alayda qamdılış və təminləniş şəklidir. Bu şəklinin iki qismi özgərməydi. Bu yerdə asaslıq nişan hesablanılan şəxsi mənfəətinin texmi önümlük halda işqa aşırılışı məqsədi şəraitlərinin yaxşılaşılışı və təngşəb turuluşuğa özgürdür. Umum mənfəət axırki hesabda şəxsi mənfəətə özgürüb getirdi. Bu yenə birgə oxşaş şəxsiyyətçi və qeyri əxlaqi hesablanır. Bu mənfəət Evet, qadirli qarindaşlar.
Bu ahvalda cemiyet a'zolarının zimmesiga yangi mas'uliyatlar tushdi. Bu tadbir axloqiy vazifalarini ko'z oldimizga keltirdi. Shaxsiy manfaatni vujudga chiqarishga tayyor omillar amdilikda cemiyet vasitasi bilan vazifa va ijtimoiy mas'uliyatlar sifatida ifodalanmoqda. Bularning ba'zisi shaxsiy manfaat bilan o'xshamas qishda bo'lganligi, munosib bo'lmagan fidokorliklarning talab qilinishiga o'xshash, hatto jamiyat a'zolarining orzu istaklarining aksicha bo'lganligi. Shaxsning u vaqtgacha manfaat uchun emas, muqaddas narsa, yuksak prinsiplarga tirishchilik ko'rsatganligiga doir tasavvurlar qilinadi. Umumdan qilib aytganda, jamiyat shaxsiy manfaatlarning alohida qamdilishi va ta'minlash shaklidir. Bu shaklning ichki qismi o'zgarmaydi. Bu yerda asosiy nishon hisoblanadigan shaxsiy manfaatning texmi unumli holda ishga oshirilishi maqsadida sharoitlarning yaxshilanishi va tengshab turilishiga o'zgardi. Umum manfaat oxirgi hisobda shaxsiy manfaatga o'zgarib ketadi. Bu yana biriga o'xshash shaxsiyatchi ve gayri ahlaki hesaplanır. Bu menfaat uzun müddet layihlengen ve hesaplangan zor neticeler közlegen asaslı hatalarının xavfga karşı köp sandık insanların kollaşları erişken. Bu menfaat uzun müddet layihlengen ve hesaplangan zor neticeler közlengen asaslı kapalet astığa elingan. Qiyas hesaplarda ko'rilgan xatolarning xavfiga qarshi sug'urta qilingan o'xshash guruhga mansub boshqa ko'p sonli insonlarning shaxsiy manfaati uchun ko'rsatgan tirishchiliklari bilan qo'llashga erishilgan bo'lib, behuda yo'qotishlar, kuchliklarning to'qinish va xitoblaridan yiroqdir. O aql vositasi bilan, ko'ngil yoki ruh vositasi bilan emas, bu yerda yangi faoliyat shakli kollektiv faaliyet o'ttirg'i chiqadi. Bu kollektiv faaliyetning planida xatolik ko'rilmasa, plan xatoliklari yoki ijtimoiy faoliyatni tushundirganlar suiiste'mol qilmasa, jamiyat a'zolarining ko'p qismining eng cho'ng shaxsiy manfaatining ishiga vasila bo'ladi. Yani bu meşhur formula İngiliz materyalist yazgıcı J. Bitnam'a tabi edipti. Yukarıda sözden gelirler, kaderler, qarindoshlar. O aql vasitasi bilan, ko'ngil yoki ruh vasitasi bilan emas, bu yerda yangi faoliyat shakli, kollektiv faoliyat o'ttirg'i chiqadi. Bu kollektiv faoliyatning planida xatolik ko'rilmasa, plan xatoliklari yoki ijtimoiy faoliyatni tushuntiradigan suiiste'mol qilmasa, jamiyat a'zolarining ko'p qismining eng cho'ng shaxsiy manfaatining ishiga vasila bo'ladi. İnsan hayotida aql vositasi bilan chala holatda ta'minlanib kelayotgan narsa hayvonotlar dunyosida tabiiy xususiyat turtkusida mukammal holda ta'minlanib kelmoqda. Cho'mil bilan harilarning yoki top holatda harakat qiladigan hayvonlarning ijtimoiy harakati bunga misol bo'la oladi. Hayvanlarda ijtimoiy harakat shakli kishining alohida diqqat qilishga arziydi. Bu haqiqiy ma'noda axloq harakatining temiz emasligini ko'rsatadi, biroq o asosiga munosabatlik bo'ladi. İctimai harakat manfaatini ko'zlab elib berilgan harakat shakli bo'lgan bo'lsa, axloqiy harakat manfaatga tamoman qarshi bo'lib, manfaat bilan hech qanday munosabati yo'q. Biri shaxsiyatchilik uchun elib berilgan harakat bo'lsa, yana biri vazifa uchun elib berilgan harakatdir. Hikmetga, intizomga aql qilaydi. Keyingisi bo'lsa, faqatla Alloh rizosi uchun vujudga chiqaril
Yani hech qanday münasibət yox. Biri şəxsiyyətçilik üçün elib verilən hərəkət bolsa, yeni biri vəzifə üçün elib verilən hərəkətdir. Aldınqısı paydağa, hesabqa, hikmətə, intizamğa, aqlğa tayindir. Keyingisi bolsa faqatla Allah rızası üçün vücudqa çıxırıldı. Bu yer hərəkət şəkli bolğan bolsa, əxlaqi hərəkət mənfəətə tamamilə qarşı olub, mənfəət bilan heç qanday münasibəti yox. Biri şəxsiyyətçilik üçün elib verilən hərəkət bolsa, yana biri vəzifə üçün biri şəxsiyyətçilik üçün elib verilən hərəkət bolsa, yana biri vəzifə üçün elib verilən hərəkətdir. Aldınqısı paydağa, keyingisi hərəkətdir. Aldınqısı paydağa, hesabqa, hikmətə, intizamğa, aqlğa tayindir. Keyingisi bolsa faqatla Allah rızası üçün vücudqa çıxırıldı. Bu fərqni asanlaşdırılğan yeni bir əməliyyat babı olub, əxlaqi hərəkət daim şəxsi mükəmməllik tayindir və yaxşılıq, həqiqət və adalət qayıdır və birdəklik işidir buludur. Kollektiv hərəkət intizamını asas qılğan buludur. Bəlkə cinayət mahiyyətimi buluşu mümkün. Köpüncə hallarda qeyri əxlaqi yoki əxlaqdan müstəsna buludur. Umum mənfəət bütkül insaniyyətin mənfəəti bolmasın. Çəklik, bikinmə, siyasi, milli sınıfı yoki qrupqa təbə bir ictimai gövdənin mənfəəti xalas. İşte toxtuludu. Əxlaq haqqındakı hər tədqiqatda Leibniz'in məşhur formulası kəm bolsa bulmaydıqan amildir. Yakın tarixdə umumən mənfəət yoki g'oya prinsipinin insonlarga tragediyalik oqibatlarni, qalaymaqonchilikni va cho'ng tuzoqni ilib keladiganligini ko'rsatib beradigan nihoyat gavdalik bir misol bor. Kommunist kitobnomasi tunji bo'lib proletariyatning əxlaqni burjuaziya tozuqi deb rədd qilganligini e'lon qilgan edi. Ikkinchi internasional bo'lsa, har qoniyat prinsipini rədd qilganligini bildirish bilan birga bu pozitsiyasini azroq bo'lsa o'zgartgan, biroq Lenin proletariyatning zafirga hissa qo'shgan har qanday narsa axloq bo'ladi deyish orqali qaytadan kommunist kitobniga qaytib əxlaqni butunlay rədd qilib, qaytadan g'oyani o'lcham sifatida bekitgan. Leninning bu qoidasini tatbiqlagan Stalin proletariyatning zafiri uchun bularni qilishning zarurligini va buning axloq bo'lganligini ilgari surdi. Kooperatsiya lagerlari qurish, davlat va saqchi sistemasini o vaqtgacha zo'r darajada kuchaytirish eng yuqori rəhbərdən ən tüvən rəhbərlərgəcə hakimiyyətinin hər qandaq bir şəkildə tənqid qılınışının aldını eliş və rəhbərlərinin xatalaşmaydıqlarına dair qanaətini davamlaşdırış, rəhbərgə çoxunuşunu umumlaşdırış və kooperatsiya lagerleri kuruş, devlet ve saqçı sistemisini
o vaqtgacha zor derecede küçeytiş. En yukarı rehberden en tüven rehbergice. Hakimiyetinin her kandak bir şekilde tenkit kılınışının aldığını eliş ve rehberinin katalaşmaydığı dair kanaatine davamlaştırış, rehberge çokunuşunu umumlaştırış ve rehberge alaylı imtiyaz biriş, hem kandak kiliş arqıla köstüş hareketinin aldığınqı ilan her kandak karşı görüş hareketinin aldığını eliş üçün ensizlik ve rehberlik çokunuşunu umumlaştırış ve rehberge alaylı imtiyaz biriş. Karşı görüş hareketinin aldığını eliş üçün ensizlik ve korkuş psikikisini davamlaştırış. Qara tizimlikteki kişi grubu yoki milletlerge davamlıq zərb veriş, yuqori adam ve ensizlik ve korkuş psikikisini davamlaştırış. Qara tizimlikte iki kişi grubu yoki milletlerge davamlıq zərb veriş, yuqori maaş ve başka imtiyazlar bilen armiyani, saqçılarını, siyasi sistemalarını ve ziyanlarının itaatgar boğallarını qolga keltiriş, hükümran sınıfının günlük turmuş buyumları üçün məxsus ambar tutuş, xalq ammısını suistimal qilishni kapalatga ega qilish, barliq uchur voqea aloqa vositalari, matbuot, radio, televizorlarni demokratiya, erkinlik, gumanizm, bayashat turmush, parlaq kelajak, rehber ve ularning fazilat liderinin to'xtamay tashviq qilinishi üçün monopol qilish başka milletlerini erkin ifade kılınıvatkan hür iradelerine mas kaldı. Kontrol, aslı tutuş qatarlıqlar. Yuqori qılanın hemmisinin proletariyatının rehberi üçün elip birdiğallıqını ta'kidlab turuş ve bunu to'xtamasdan takrorlab turuş. Tulumu zürür buluştun sirt. Ahlakımı mas keladigan saqçılarını zərbi biliş, yuqarı maaş ve başka imtiyazlar bilen armiyani, saqçılarını, siyasi sistemlarını ve ziyanlarını itaatgar boğallarını qolga keltiriş, hükümran sınıfının gündülük turmuş buyumları üçün məxsus amba tutuş, xalq ammısını suistimal qilishni kapalatga ega qilish, barliq uchur aloqa vositalari, matbuot, radio, televizorlarni demokratiya, erkinlik, gumanizm, bayashat turmuş, parlaq kelajak, rehber ve ularning fazilatlarının to'xtamay tashviqat qilinishi üçün monopol qilish, başka milletlerini erkin ifade kılınıvatkan hür iradege mas halda kontrol aslı tutuş qatarlıqlar. Yuqorqilarning hemmisinin proletariyatning zaferi üçün elip berilganligini ta'kidlab turuş ve bunu to'xtamasdan takrorlab turuş tulumu zürür buluşdan sirt ahlakımı mas kelişi ve muvaffaqiyatli ilgili sürülgen kaderlik dostum. Bu 13. izahatken canım dostlar. Nimelerdi dese Sovet fuqaralar üçün yazgan bir kitabımda işçi sınıfına sadaqatning en yüksek vazife ekanligini okuyumuz. Bu en yüksek vazifeni ahlakı bolmasdan siyasetning taqozzosinin natijasidir. Biroq o'zini ishchi sinfining manfaatlariga vakili ba namoyandasi deb jakka olsa, o vaqtda bu hokimiyatga sadoqatning her fuqaroning en yüksek vazifasi ekanligi asalla aydınlaşıdı. Stalinning suiistimallari bunda mushundaq boshlanib, mushbet davomlashgan
Yaqinqi zamanda bununğa tushadigan undaq bir misal bor. Vengriyada o'rta maktablar uchun Marksizm axloqi degan bir kitobda 1978 bir bola har qanday sabab bilan onasini o'ldirsa bo'lmaydi. Anası sinif xaini başqa deb ta'kidlaydi. Ma'lum muddat o'tgandan keyin bu kitob qattiq bas munozara qo'zg'agan. Natijada rasmiy o'rinlar kitobni darslikdan chiqarib etishga majbur bo'lgan deb qadrlik qarindoshlarim. Diniy axloq razillikka qarshi turish prinsipini o'ttirib qo'ygan bo'lsa, bu prinsip mayli ochiq shaklda bo'lsin, mayli yepiq shaklda bo'lsin, diniy asosga tayangan barliq axloqlarda mavjud. Manfaatchilik axloqi buningga tamoman zid prinsip e'lon qilgan bo'lib, u bo'lsa o'zaro manfaat yetkazish prinsipidir. Manfaatchilar ochiq holda axloqning buyruqlariga hech kim itoat qilmagan vaqtda navodi birasi buning itoat qilib qolgan taqdirda o kishi aqlga zid harakat qilgan bo'ladi deb jar selishidi. Bu manfaatchilik nuqtasidan normal bilinadi. Biroq bu ahvol manfaatchilik axloqining haqiqiy axloq emasligini, balki siyosatning realliklaridan biri ekanligini ko'rsatib turadi. Darvaqa axloqiy harakatga o'zaro manfaat yetkazish prinsipini qo'yish axloqqa nisbiy bo'lsa-mu ma'no va qiymat ato qiladi va axloqning shartsiz holdan nuqtalik kuchi tayangan prinsipdan uni yiroqlashtirib etadi. Manfaatchilik axloqi İngiliz edebiyatida natijalar axloqi deb ta'riflangan. Bu nuqtadan qaraganimizda qoida sifatida natijalari yaxshi yoki yomon narsalar axloqi yoki g'ayri axloqi bo'ladi. Biroq yuqorida qayd qilganimizdek, haqiqiy axloq natijalarga qat'iy qiziqmaydi. Bu ahvol ko'pincha hollarda qiliqning tashqi ifodasi bo'lgan harakatning inkoriga sabab bo'ladi. Haqiqiy axloq oxirgi hisobda faqat niyatlarga, maqsadlarga markazlashadi. İnsandan talab qilingan yolg'iz g'ayrat va tirishchanlikdir. Ishning axloq tarafi bu nuqtada oxirlashadi. Natija bo'lsa Allohning ilkidagi ishdir debdi jinim do'stlarim. İnşallah 16-tadbiryoy Sharq bilan G'arb oralig'ida islom degan mazmunda 16-darsimizda ilohsiz axloq degan bir tema, kichik mavzu. Onundan keyin ilohsiz axloqdan keyin bizningki planlagan dersimiz yine 5-babga o'tib ketadiganmiz. Kültür ve tarix. İbtidai gumanizmga tushimizga qadrli qarindoshlar. Alloh bo'lsa rahmat. Quloq solib anglab berganliginglar uchun keyingi darsimizda görüşeyli. Allohga omonat bo'linglar. Assalomu alaykum va rahmatullohi va barakatuhu. Sharq bilan G'arb oralig'ida islom.